Tarix 1992-ci il fevral ayı. Uzun müddət mühasirədə qalan Xocalı şəhərinin sakinləri elektrik, ərzaq və tibbi yardım çatışmazlığından əziyyət çəkib. Şəhər sakinləri aylarla çıxılmaz vəziyyətdə qalıb. Fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə şəhərə hücum edib. Nəticədə Xocalının yerli Azərbaycanlı əhalisinə qarşı qətliam törədilib. 62 uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla 613 sakin qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Martın 3-də Azərbaycan parlamentinin iclasında müxalifətçi deputatlar hadisələri lentə alan jurnalist Çingiz Mustafayevin çəkdiyi kadrların nümayişini tələb ediblər. Daha sonda müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olub. Nəticədə martın 6-sında Prezident Ayaz Mütəllibov istefa verib. Xocalı faciəsini Pakistan və Sudan tam səviyyədə, Çexiya, Şotlandiya və daha 10 ölkə parlament səviyyəsində qətliam kimi tanıyıb. ABŞ-nin 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Xocalı 2023-cü il sentyabrın 24-də Azərbaycanın nəzarətinə keçib. Xocalı faciəsi 1-ci Qarabağ müharibəsinin ən dəhşətli hadisələrindən hesab edilir. 26 fevral hər il ölkədə soyqırımın anım günü kimi qeyd olunur.